İndiki halda isə Putinin səhhəti diqqəti cəlb eləyir. Adam 2 gecə xəstəxanada qalıb. Hər nə qədər bunu Kreml gizlətməyə çalışsa da Putin bunu açıq şəkildə söyləyib. Amma indi Peskov bir şey deyir Putinin səhhəti ilə bağlı. Putin özü başqa bir şey deyir. Amma Kremlə yaxın mənbələr isə vəziyyətin o qədər də xoş olmadığını söyləyirlər. Düzdür, indi Kreml nə deməsindən asılı olmayaraq Putin özünü hamıya çox sağlam biri kimi təqdim etməyə çalışır. Xokkey oynayır, üzür, nə bilim, bütün idman növlərində uğurludur və sağlam həyat tərzi keçirir və s. və axır üzü də belə şumal kimidir, yəni botoksların sayəsində. Amma vəziyyət əslində necədir və Putini 2 gecə xəstəxanada saxlayan səbəb nədir dəyərli izləyicilər? Rusiya liderinin hal-hazırda səhhəti ilə bağlı dünyanın da maraqlandığı məsələ var. Putin xəstəxanaya niyə yerləşdirilib? Rusiya prezidenti Vladimir Putin illik tibbi müayinəsinin nəticələri ilə bağlı açıqlama verib. Yəni müayinə nəyə görə 2 gün davam edib, nəyə görə adam gecələməli olub klinikada? Abzat Telegram kanalı məlumat yayıb ki, dövlət başçısı Süni İntellekt Dünyasına Səyahət adlı konfransda bildirib ki, müayinə 2 günə yaxın davam edib və bu müddətdə gecəni tibb müəssisəsində keçirməli olub. Deyir, mən bir müddət əvvəl ora günorta getdim və ertəsi gün çıxdım. Allaha şükür ki, hər şey qaydasındadır deyə o bildirib. Prezident əlavə eləyib ki, illik sağlamlıq yoxlamaları onun üçün adi bir prosedurdur. Biz mütəmadi olaraq həkimdən keçirik. Hər il yoxlamamız olur. Global Info xəbər verir ki, bu informasiya Abzat Telegram kanalının yaymış olduğu informasiyadır. Amma indi baxıram başqa mənbələrdə demək Putinin sağlamlığı ilə bağlı, durumu ilə bağlı, əslində vəziyyətinin dediyindən fərqli olması ilə bağlı fərqli informasiyalar var. Məsələn, Peskov deyir ki, bu sağlamlıq müayinəsidir və lazımı yerdə keçirib. Məsələn, harda keçirməsi ilə bağlı, Putinin o sağlamlıq müayinəsindən harda keçməsi ilə bağlı heç bir məlumat yoxdur. Dmitri Peskov RIA Novosti açıqlamasında deyib ki, demək müayinə konkret olaraq harda keçirilib sualını jurnalistlər mənə çox verirlər. Amma mən əlavə detallara girmək istəmirəm. Yalnız bu prezident üçün nəzərdə tutulan xüsusi bir tibbi prosedurdur və daha sonra isə prezident Süni İntellekt Dünyasına Səyahət konfransında çıxışı zamanında buna toxunub və müayinənin 2 günə yaxın davam etdiyini deyib. Peskov isə bu müddətlə bağlı heç bir açıqlama verməyib və mənim bu barədə məlumatım yoxdur deyə bildirib. Amma təbii ki, bu məsələ yenə də müzakirə mövzusu olub və Kremlə yaxın mənbələr isə demək Putinin hal-hazırda səhhətində stressdən dolayı müəyyən problemlərin olduğunu söyləyirlər. Yaşı da imkan vermir ki, o stresslərin öhdəsindən çox rahat şəkildə gəlsin. Bəzi səfərlərə özünün getmədiyini, oxşarının göndərildiyini iddia edənlər də var və bu aradakı fərqi zaman-zaman xaricdə fəaliyyət göstərən Rusiyalı blogerlər və araşdırmacılar üzə çıxarırlar ki, məsələn, bu Putinin oxşarı ola bilər, duplikatı ola bilər, amma bəzi nüanslar var, bəzi detallar var ki, o belə deyək də Putinə olmadığını, əsl Putinin olmadığını göstərən detallardır.